bugün biraz farklı olacak. Çünkü bu dəfə sadece sakitleşmeye değil, öz dərinliyinə baxmağa gəlmisən. O dərinliyə ki, bəzən sən də ora baxmaqdan qorxursan. Amma bu an sənin üçün təhlükəsiz yerdir. Burada səni tənqid edən, səndən nəsə gözləyən, səni ölçən heç kim yoxdur. Burada yalnız sən varsan. Sən və sənin iç sükunətin. Gözlərini yum. Dərin bir nəfəs al. Sanki nəfəs aldıkca içində toplanmış gərginlik biraz da azalır. Və nəfəs verərkən bədənindən çıxır. İndi diqqətini nəfəsinə yönəlt. Tələsmə. Sadəcə hiss et. Havanın bədənindən keçib getməsini və hər nəfəsdə içində biraz yer açıldığını. Sanki bu yerə bir işıq dolur. Bu işıq sənin iç gücündür. O, hər zaman orada olub. Sadəcə bəzən qorxuların onu kölgədə saxlayıb. İndi içində bir sual səslənsin. Mən nədən qorxuram? Ola bilər ki, ilk anda cavab gəlməsin. O da olar. Sadəcə nəfəsini izləməyə davam et. Bədənində biraz sıxıntı hiss etdiyin yeri tap. Bəlkə sinəndə, bəlkə mədədə, bəlkə boğazında. Orada gizlənib qalan qorxular var. Onlar uzun müddətdir sənə nəsə demək istəyir. İndi onlara qarşı çıxma. Sadəcə dinlə. Heç nəyi dəyişdirməyə çalışma. Sanki bir uşaq sənə nə isə izah etmək istəyir. Sadəcə qulaq as. Bu qorxular səni cəzalandırmaq üçün yaranmayıb. Onlar sənin bir zamanlar təhlükəsizlik axtarışının səsini daşıyır. Uşaqlığında, gəncliyində ya da keçmiş bir təcrübədə səni qorumaq istəmişdilər. Amma indi sən artıq böyümüsən. Artıq səni qorumaq üçün qorxuya ehtiyac yoxdur. İndi təsəvvür et ki, qarşında balaca bir uşaq dayanıb. Biraz qorxmuş, biraz narahat. Amma o sənin keçmiş sənindir. Sən ona yaxınlaşırsan və yumuşaq səslə deyirsən. Artıq keçdi. Artıq sən təhlükəsizsən. Mən buradayam. Səni qoruyuram. O uşaq sənə baxır və sakitləşir. Onun gözlərində yavaş-yavaş işıq yaranır. O işıq sənin azadlığındır. İndi dərin bir nəfəs al və burax. Və bu cümləni içindən təkrarla. Mən qorxularımı anlayıram. Onları qəbul edirəm. Və indi onları sevgi ilə azad edirəm. Sinənin içində istilik hiss edirsən. Bu istilik səni yandırmır. Səni şəfa etdirir. Qorxunun yerinə indi inam dolur. Sakitlik dolur, güvən dolur. Bu anı biraz daha hiss et. Çünki bu sənin dönüş nöqtəndir. Sən artıq qorxuların içində yaşamırsan. Onları anlayaraq onlardan azad olursan. Hər dəfə qorxu hiss etdikdə özünə xatırlat. Bu sadəcə köhnə bir hissdir. Mən artıq böyümüşəm. Mən artıq buradayam. Mən azadam. Sakitcə nəfəs al və burax. Hər nəfəsdə biraz daha yüngülləş. Hər nəfəsdə biraz daha azad ol. Hazır olanda gözlərini aç. Və bil ki, bugün sən böyük bir addım attın. Çünki qorxularınla qaçmadın. Onlara sevgi ilə baxmağı seçdin.